Əziz dostlar, indi sizə bir lətifə danışacağam. Güzgü təzə ixtira olunanda bir kişi kənddən şəhərə qoyun aparır satmağa. Bazarda gəzəndə güzgüdə öz şəklini görür. Elə bilir rəhmətə gedən qardaşıdır, güzgünü alıb gəlir evə. Gecə olur, hamı yatandan sonra güzgüyə baxıb ağlayır. Bunu görən arvad elə bilir əri kiminsə şəklinə baxıb ağlayır. Səhər açılır, arvad güzgünü götürüb, baxır özünü görür, elə bilir ərinin gəzdiyi qadındır. Deyir kül başına, qara ifritəyə görə ailəsini dağıdır. Tez güzgünü götürüb, deyinərək qaçır anasıgilə. Anasına hadisəni danışır, anası deyir, az ver baxım görüm kimdir. Anası güzgüdə özünü görüb deyir, utanmır, qoca bayquşla eşbazlıq edir. Küs sənin kişi başına. Arvad güzgünü götürüb, bu dəfə mollanın yanına gedir. Mollaya deyir, ərim mənə xəyanət edir. Bir qara ifritə qoca arvadla gəzib, mənə xəyanət edir. Molla soruşur, şəkli var səndə? Arvad güzgünü mollaya verir. Molla güzgüyə baxıb, deyir, ay bacı, bu qoca bəyquşdan çox uğraşa oxşayır axı. Diqqətinizə görə sağ olun.